Demək uşaqlar, bugün yepyeni bir Qurban olun millət mən videosu ilə qarşınızdayım. Bugün Qurban olun millət mənin düz 72-ci bölümü, yox ha, 75-ci bölümüdür. 75-ci bölümə özəl bu videoya 4000-5000 like atarsınız məncə. Siz bunu eləyərsiniz, siz bunu bacararsınız. Deyirəm və keçirəm. Görərlər bu səfər Azərbaycan keşfetində, Azərbaycan trendlərində, Azərbaycanda gizli insanların videolarına nə tər şeylər varmış. Getdik. Və hələ də abunə olmayıbsansa abunə olmağı unutma. Oynan bir Osman Tuş. Mükəmməl bir video çəkilişi mi gəlir? Resul, aha. Reklam çəkilişində ilk günüm. Lazımsız məlumatlarla lovğalanan o insan. Yay da bitirir. Bu yine sər hafta durmuşam. 50 GB internet götürmüşdüm. O da qutar. Dünən də cəmi 3 saat yatmışam da. Yaxşı. Qız qrip olanda qızla görüşüb qripi özümüzə keçirdib ona təkrar xəstə olmuş. Ay zəbbi. Belə oğlanlar həqiqətən də qalır. Bir də əriyin qızlar yazır. Həqiqətən qız olsaydım konkret əriyərdim də sən öl deyirəm. Buna bak koca eşek kangal yiyen ki bile değil sana bedbaktı. Nefes aldı ne bir? Kongal yiyen. Boğulacağına bedbaktı. Sana yazgın diyorsun da ne? Elə qarpız olsaydım mən də belə yərdim. Salam TikTok izləyiciləri. Sağ ol. Mən Elçan Bruce Lee. Ayşəməz. Yeni bir sayfa açmışam sizə Aha. görə. Takip edin, videoyu beğenin. Mən də bacardığım qədər maraqlı videolar çəkəcəm. Çox maraqlı videolar gələcək əminəm. Buna görə like atıb abunə olmağı. Bir də kart müəllimi atmağı unutmayın. Səməyyədən sonra Malik. Səməyə bu videonu görəndən sonra yaxşı ki tərk eləmişəm deyəcək. Sən öl deyirəm nə yəni? What the hell was that? Qaqaş mən takipçimdir. Metroda telefona baxan tiplər. Bir də cındır zibillə baxırsan. Bunu bu arada mən də eləmişdim. Hə, bir dəfə oturanda bir dənə xala baxırdım mən telefonuma, hə. Kimləsə danışırdım, yüzlə danışırdım, kimlə danışırdım, hə. Yazmışdım ki, bir dənə xala var, hə, gözü zilliyib telefonuma. Xala nə tərsən, nə var, nə yox falan yazmışdım, hə. Elə cik şeylər eləyim var, nə qədər maraqlıdır. Kənddə həyatdakı tualetə girəndə halımız. Yavaş. Ümumiyyətlə mənim bir şey başım çıxmır ki, yəni kənddə ərazi də böyükdür, yəni bu tualeti evin içində niyə eləmirlər ola? Qudurğan uşaq görmüsən, amma anası heç nə demir. Açıq əsəb pozan bir şeydir, səni öldürəm. Bir şopala qoysun qulağın dibinə, hə, o səsi bir də çıxarda bilməyiz. Maşına gerb yapışdıran qaqaların hissədir. Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Ay süper. Hələ profildə gerb qoyanlar demirəm. Heç profildə gerb olanlar deməyin də. Anam və atamın xəyalındaş qız övladı. Başım üstünə, dəyərli anam və atam həzrətləri. Siz necə buyurursunuzsa, elə də olacaq. Sizin icazəniz olmadan bir addım belə atmaram. Bugün sizin üçün ən dadlı təamları bişirəcəyəm. Buyurun bu pulları. Mənə nə lazım olduğunu siz daha yaxşı bilirsiniz. Sizin buyurduğunuz kimi tez bir zamanda ailə saadəti quracağam. Ortaya çıxan qız. Bəlkə də ortaya çıxan qız həyatı həqiqətən də dolu-dolu yaşayır o birisine baxanda. O birisi evlənəcək, oturacaq evdə, heç evdən çıxmaya da qoymayacaq icazə başı. Məni yerimdən qaldıra biləcək tək şey. Niyə bilmirəm, həqiqətən də var ha. Yəni çöldə baş verən bu davalar falan var ya. Həqiqətən çox maraqlı olur. Heç belə qalsın niyə? Anadan atana deməməsini xahiş etmirsən, növbəti gün atan. Bilir ancaq sübut eləyə bilmir. Gələcəyi yerə qədər vaxt keçsin deyə zəncirlərin həmin o da olsun. Hə Nikoş, Neyinirsən qardaşım? bağdayam eşdə, sən nə qarsan? Mənəm də elə həmişə kimi də, hə. Hə qardaşım, heç də mən də evə çatdım da öpürəm səni, davay. Alo. Davay da. Bunu Ramal eləyir də bu arada. Ramal biz sizinlə qarırdı. Elə bil ki, 28-dən elmlərə ya da ki, inşaatçılara falan piyada gedirdi. Hər dəfəsində yolda zəncirləri çatanda söndürürdü. Ana evdə olmayanda evə qonaq. Valla maman nə vaxt gələr? Mamam birazdan gələcək, dedi, parixmaxıra düşürəm, kimsə gəlsə denə oturub gözləsin. Mən də siz gözləyəsiniz deyə çayzat gətirmişəm. Buyurun, bu sizin çayınız. Bu mənim çayım. Bax məsələn özgün çək. Sən bir dənə söz deyim. Məsələn bu kontentin çəkildiyi 2 dənə həm xaricilərdə, həm də türklərdə video görmüşəm də. İndi mən gəlim Lazika deyim ki, sən niyə qələt edib bu video çəkibsən? Demirəm, çünki son dərəcə normal bir şeydir. Yəni ağlı olan belə bir şey deməz də. Hələ o günlərdə uşağın biri mənim haqqımda video çəkmişdi. Deyir ki, baxın, Fərəz bu videonu buradan götürüb. Bu videonu da buradan götürüb. Fərəz, istəyirsiniz əgər mənim haqqımda video çəkə bilərsən ya da ki yorumlar qismində yaza bilərsən. Qardaşım, sən zaten həmin videoda bəhs edir hər şeyi. Mən zaten content oğrusu adındakı videomda hamısını bəhs eləmişdim. Yəni sənin məqsədin nədir? Yəni qulağın mı yoxdur, yoxsa prim mi kasmaq istəyirsən adından? Zaten çox prim kasmaq istəyir. Prosta həqiqətən də artıq belə şeylərə cavab verməyəcəm də qardaşım. Görürsüz ki, hamı eləyir. Yəni bloger olmaq budur. Yəni budur. Başa düşmürsünüzsə əgər sizə başlamaq vəziyyətinə deyirəm, nə yapmış? Nə edirsən elə, yəni çox da vecimə deyil. Yəni budur. Baxırsan, baxımsan ki, cəhənnəmə bax, başa düşürsən. İş görəndə kimsə mənə baxar. Nə var? Allah, niyə əlbəttə çay tökürəm?
İlk görəndə keçməyə baxmasanız istəmirsənsə bu videoya bir dənə like. Bob, 4 yaşındasan və məqsədin bağçadakı Jasminə yaxşı görsənmək. Saç birim də 4 yaşımızda bir dənə Jasminimiz olsaydı, bəlkə də indiyə qədər onunla bir yerdə gələrdi. Dostun rəqs ilə məşğuldur. Sən hansı işlə məşğuldur? Mən də rəqqasam, məclisə gedirəm, oynayırıq. Özələn? Rəqqasın. Bax başını tutub eləmə. Hər özü bacardığını yerdə qardaş. Bir şey başa düşmürəm. Qardaşım indi rəqslə məşğul olanların gücü olmur. Yəni siz bunu deməyə çalışırsınız. Bütün rəqslə məşğul olanlar yorumlara düşürsün, linçliyim bu qədər. Dayı, nə danışırsan? Mən sizə demişəm ki, 40 yaş plusların əlinə telefon verməyin də qardaş. Sonra belə şeylərlə məruz qalırıq. Məhv elədin. Aha, bir dənə bu çatmırdı. Sənə bir dənə bu çatmırdı. Keyif elədin. Oradakı qurulma sistemine baxın, sonra da sənə. Bu nədir ola? Alanqatora qoyduğumuz cüzə yumurtaların hamısı çıxdı. Yaxşı çıxdı, bərəkətli olsun. Prosto bunlar nə qəribə şeylərdir. Bunlar nə sortudur, bilən varmı? Toyuqlar dinozavrlardan təşəmmül eləyib deyənlər deyəsən haqlıdırlar. Qardaşım o cüzlərdən mən də istəyirəm. Dənəsini 40 qəpiyə verərsən. Yox, dəlisən, nə oxuyacam? Heç nə oxumamışam. Tez deyə, eləcə o neçə gün var, bir gün qalmış başlayacam mən. Şiirət olsun, nə edəcəm? Nəsib var, Nəsib sən öl deyirəm də yəni. Hər səfərində deyir ki, qardaşım oxumamışam. Bir səfərində oxumamışam deyə, hə, getdi ingilis dili dərsindən 100 aldı, fişəşə bilirsiniz. Hə, heç nə. Sağ olun, yenə danışarıq sonra. Sağ olun, özünüzdən Oha, divardakı aboynalar dala gördünüz adı. Dostuma bir şey 1000 təcil gəl, yol pulunu mən ödəyərəm deyərəm. Təyyarə də bir şeydir. Bunu məncə yaşamaya yox desən öldürəm. Hətta bəzən olur, səhvən o zarafatı eləyirsə və başa düşmürlər, oturub zarafatı başa salmaq məcburiyyətinə qalır. Heç vaxt telefon işlətməmişəm. Hazırlığa heç vaxt getməmişəm. Yəni öz beynimlə heç vaxt hazırlığa da getməmişəm. Cavablar çıxanda orada 0-ı gördüm. 700, hə, onsuz da gözləyirdim. Başa düşürsüz. Klassik desən öldürəm. Həmişə klassik bir şəkildə eyni şeylər deyirlər. Sən telefonum olmuyor, hazırlığa getməmişəm. Yaxşı qardaşım, Allah verir. Sizə onda səndə bu ağıl, mən başım çıxmır. Plus da ki, sən o PDF-ləri falan quşnazatla göndərirdilər ya da nəsə bir xəbər lazım olanda, müəllimdən xəbərzat tutmaq lazım oldu, quşla göndərirdilər. Olovla zatla xəbərləşirdiniz. Yəni bu nə küləkdir də, yəni başa düşürsən. Özünüzü zor göstərməkdən sonra da hər şey eləyirsiniz. Bir dəfə kişi kimi bir durub həqiqətən yalan düzləri demir. Vəfat Səfirova ilk dəfə sevgilisini göstərdi. Göstərdi da. 230 min nəfər yığışmışıq Vəfat Səfirovanın sevgilisini göstərməni gözləyir. Çox da vezimizə daxıyor. Məzəli, ironiyalı şeir. Aha. İstəyirəm çıxam gedəm. Dünya kimə qalır qalsın. Əzrail də gedib gəlir. Nə vaxt canım alır alsın. Hamı çıxarıbdı ağın. Maşenlikdi solum sağım. Nə xeyri var yaşamağın. Ölsəm bir də oyanmaram. İsrafil laf düdüyünü 1001 dəfə çalır çalsın, 1001 dəfə çalır çalsın. Dayı həqiqətən çox ironiyalı və məzəli şeir idi. Xahiş edirəm davamı gəlsin, sən takip eləyəcəm. Bu suyun yarısı doldu. Bu suyun yarısı boşdu. Sibirisdə su qiymətinə mənzillər. O bir dənə dostum var idi ya, Nuray, odur bu. Ona oxşur, odur bu. Yox, get mənə qazlı su gətir, mineral su. Bilirsiniz necə? Bu qız şey oxşur, Nana Vibe var idi. Bilmirəm tanıyırsınız yoxsa yox. Ona oxşur, qızı falan da. Doymadım. Bu sualın cavabı üçün biraz daha çox su verməlisən. Acaba baba, səs eşitdin? Əsl xoruzda aldı. Videoya baxa bilmirəm. Bilirsiniz, yəni arkadaşlar musiqinin səsindən qızın səsini belə eşitmirəm. Bəlkə də yaxşı video idi. Prosta musiqinin səsindən qızın səsini eşitmirəm. Ortalamadan uzun musun? Aha, görə elə ortalamadan uzun muyum? Bura maksimum 20-yə qədər göstəriblər. İndi mənim 21 yaşım var da. Çox da fərqi olmaz yəqin ki. 1-2 santim fərqi olar. Ortalamadan uzunamdır böyük ehtimal, bəli. Qızlar neçə olmalı? 166 olmalı. Sonra uşaqlar ortalamadan uzunsuz yazmıyorlar. Ümumiyyətlə boyunuz neçədir? Bilirsiniz ki, sol əl baş barmağınızda gələcək həyat yoldaşınızın baş hərfi yazılıb. Bu mənim sol əl baş barmağında, bir dəqiqə la. Bu sağdır, bu da soldur. Sol əl baş barmağında gələcək həyat yoldaşın adı soyadı yazılır. Uşaqlar, məndə heç nə yoxdur ümumiyyətlə, buna baxım da nə. Nə yazılıb uşaqlar? Nəsə yazıldığını görsə yazın yorumlar qisminə. Sizin də barmağınızda nəsə yazılıbsa onu da yazın yorumlar. Satıcı oğlan olanda. Hə, bunda neçə elədir? 4.95. Sağ ol. Sağ ol, 5 qəpik burada. Uşaq o almanız 5 qəpiklə gələcəkdə sizə bilirsiniz nə qədər zərər eləyəcək. Tamam, bir dənə 2-4 zəhmət olmasın. 3.70 də. Buyurun. Burada lazımdır, qalsın.
Ulan belə yaraqlar dünyada olduğu müddətcə, yəni ardını tamamlayardım. Burası tamamlamıram. Çünki mənim dediklərimi səhv başa düşməyə müsait olan çox insan var. Bu arada sizə bir dənə söz deyim, əgər bilmirsinizsə bunu deyin də. Siz məsələn 5 qəpik, 1 manat, 50 qəpik saxlayırsınızsa, məsələn kassada, məsələn götürmə əriniz və yaxud da başqa məqsəddən götürməlirsiniz. Onların kassada heç bir xeyri yoxdur bu arada. Çünki bilirsiniz nətərdir? Sonda hesablama olanda normalda alınması gərəkəndən daha az pul alıbsa, onu kassira maaşla çıxırlar. Amma ki normalda daha çox pul alıbsa, onu kassira vermirlər. Yəni belə bir söhbət var. Neyinsə elə xeyri yoxdur. 20 kilo arıqlamasan gözəl göstərməyəcək. Yaxşı. Başlayırıq. Birincisi, bu yorum çox gülməlidir. Nəysə, qatılmıram, sadəcə bu gülməlidir. İkincisi də ki, bir insanın əgər xəstəliyi yoxdursa, bu kök olmaqla əlaqədədir. Yəni, əgər bir xəstəliyi yoxdursa, kök olmaq bir seçimdir. Çünki bu dəyişdirə biləcəyin bir şeydir. Xəstə deyilsən əgər, xəstəliyin yoxdursa əgər, idmana gedib bunu dəyişdirə bilərsən. Başa düşürsən? Yəni bu xarici görünüşə söz demək deyil də. Sən idmana gedib özünə daha yaxşı baxaraqdan, boğazına sahib çıxaraqdan, o artıq çəkilərdən azad ola bilərsən. Buna görə də kiməsə çəkisinə görə bir şey deyəndə, məncə o çox da səhv demir. Əgər xəstəlikdən getmir söhbət. Çünki arasında çox fərq var da, başa düşürsən? Yəni gəlib insanlar burada obezliyi mənə savunmasınlar ki, öz bədənində özü bilər. Təbii ki, özü bilər. Biz zaten buna bir şey demirik. Amma ki, insanları daha sağlam olmağa itələməyə çalışır ki, insanlar daha sağlam olsunlar, obez olmasınlar, boğazlarına yeyə çıxıb idman eləməyə çalışsınlar. Başa düşürsən? Yəni bu yaxşı bir şeydir. Amma ki, 2 IQ ərgən insanlar gəlib mənə deməsinlər ki, insanların həyatına burnunu soxma, necə yaşamaq istəyirlərsə yaşasınlar. Heç vecmədə elə insanlar nətər yaşadığı. Sadəcə biz onlara daha düzgün yol göstərməyə çalışırıq. Uyub uymayacaqları onların əllərində. Sadəcə demək istədim odur ki, obezliyi normallaşdırmayın. Bu qədər. Oo. Kokoş ne var ola? Yanan bir şeymiş o da. Ne var çıkıyor? Kömür düzeldi. Sünniyet etsin. Sunkasına koydu bak. İçine su dışından sonra rahat bir şekilde yandı o. O ne la? Abi şey değil, yüzde fıdra çimur. O yazma geldi. Təmizləyirlər izlə ondan. O da rahat bir şekilde yanar böyle ihtimal. Yandırmaq için edir onu. Oha, fırada yandırdı la. Yuh da ne da, o necə elədi la? Bəlkə belə videoları zor desən öldürürəm. Xüsusilə belə videolara baxmamı istəyəcəm. Bu videonun yorumlarını yazmağı unutmayın. İnşallah bu video bu qədər. Ümidəm sevdiyiniz bir video olmuşdur. Daha çox qurban olan millətimə gəlməsini istəyəcəm. Bu videoya bir dənə like atmağı unutmayın. Yazıq video coşmuyuz, tamam.